Я сразу хотел бы спросить, если, скорее всего, в аудитории или в нашей онлайн-аудитории есть юристы. Mən dərhal soruşmaq istəyirəm və yəqin ki, bizim burada oturanlar arasında və ya bizə monitordan baxanlar arasında vəkillərimiz var. Или люди, которые просто любят смотреть фильмы про судебное разбирательство. Və ya elə insanlar var ki, məhkəmə prosesləri barəsində olan filmlərə baxmağı sevirlər. Так вот, у меня есть для вас история. Və sizin üçün bir əhvalatım var. Правдивая история. Она случилась в 92-94 году. Yəni bu hadisə, yəni olmuş bir hadisədir. 93-94-cü illərdə baş veribdi. Но до этого я скажу, что те люди, которые интересуются такими историями, знают, что для того, чтобы выиграть очень сложное дело, адвокат обычно хочет узнать самые сильные доводы противоположной стороны, аргументы, и первым их сказать, и тем самым их обезоружить, скажем, противника. Demək istəyirəm ki, yəni belə bir proseslərdə məhkəməni udmağa çalışan vəkil qarşı tərəfin bütün şübhələri, bütün sübutları qabaqcadan öyrənərək məhkəmədə demək istəyir ki, qarşı tərəfi dərhal tərki silah etsin. Так вот, в 92 году в Америке, в штате Нью-Мексико, была такая Стелла Либек, ей было 79 лет, и она поехала купить чашечку кофе. Deməli, 92-ci ildə Amerikada Stella Livik adında bir kəs 79 yaşında gedib özünə bir fincan kofe almaq istədi. Она проезжала через drive-thru Макдональдсы. Мы про нее уже знаем, что у нее не было никакого вкуса и понимания в хорошем кофе, но зачем бы в Макдональдсе покупать кофе? И она заказала себе пластиковые чашечки кофе. Və bu qadın deməli McDonald's-ın yanından keçərək özünə kofe sifariş vermək istəyirdi və bu da onu göstərir ki, yəni yaxşı kofedən başı çıxmır. Она была в машине, она взяла чашечку кофе и умудрилась на себя его разлить. Və bu xanım öz avtomobilində idi və kofeni aldı. Nəticədə o kofeni üzərinə dağıtdı. Кофе был очень горячим, поэтому она получила ожоги различной степени, обратилась в больницу и целых 8 дней провела в больнице на лечении. Deməli, kofe qaynar olduğuna görə yanıq aldı və nəticədə həkimə müraciət elədi xəstəxanaya və 8 gün xəstəxanada keçirtdi. Она подумала о том, что это несправедливо, и Макдональдс должен оплатить ей лечение, поэтому выставила счет около $20 000. Deməli, düşündü ki, bu yaxşı deyil, McDonald's ona təzminat ödəməlidir və 20 min tələb elədi. Сумма кажется большой, но на самом деле она очень незначительна. Макдональдс предложил всего лишь $800, представляете? Deməli, məbləğ elə də böyük deyildi, amma nəticədə McDonald's ona cəmi $800 pul təklif elədi. И тут нашелся этот адвокат. Və həmən o vəkil nəhayət meydana çıxdı. Он сказал: я сделаю тебя богатой, этой женщине. Vəkil bu qadına dedi ki, mən səni zəngin birisinə çevirəcəm. Они подали в суд. Və nəticədə onlar məhkəməyə müraciət etdilər. И вот самое интересное, və maraqlısı odur ki, вся юридическая команда Макдональдс готовила всю свою защиту вокруг одного аргумента, что кофе горячий. Все знают, что кофе горячий, и клиент, когда покупает, он берет на себя ответственность. Və bütün McDonald's-un da vəkilləri, yəni hüquqşünasları belə bir argumentlə özlərini müdafiə edirdilər ki, kofe istidir, yəni alıcılar bunu nəzərə almalıdırlar, bilməlidirlər. Адвокат истца этой женщины не стал отвергать, а наоборот ухватился за этот главный аргумент Макдональдс и сказал, что да, кофе горячий, да, все знают об этом, но насколько горячий. Və bu qadın da onların həmən o argumentlərini təqzib etmədi və dedi ki, bəli, kofe istidir, hamı bilir ki, kofe isti olmalıdır, amma nə qədər isti olmalıdır? Судебная экспертиза подтвердила, что
кофе был настолько горячий, то есть 80-90 градусов, почти кипение, поэтому очень даже реально было получить ожоги третьей степени. Və həmən məhkəmə ekspertizası təsdiq elədi ki, kofe o qədər qaynar idi ki, yəni 98 dərəcə. Demək olar ki, qaynayan vəziyyətdə, yəni nəticədə 3-cü dərəcəli yanıq izləri В aldı. результате госпожа Либек отсудила $6 миллионов. Və nəticədə bu Libek xanım $6 milyon təzminat То aldı. есть адвокат перехватил самый сильный аргумент защиты. Yəni ki, həmən bu vəkil həmən qarşı tərəfin müdafiəsinin ən güclü arqumentini bir silah kimi əlində saxladı. Поэтому выиграл. Nəticədə də qalib gəldi. Те молодые ребята, которые сейчас уже строят планы, имейте в виду, это было в Америке, это было в 92 году, после этого было много таких случаев, поэтому будьте Cavan осторожны. adamlar hansı ki indi artıq planlar qururlar bu barədə, nəzərə alın ki 92-ci ildə olubdu, çoxdan olan şeydir. Amerikada olub belə bir şey. Аргументы дьявола точно такие же очевидные. Yəni iblisin də arqumentləri çox belə aydın bir arqumentlərdir. Все умирают. Hamı ölür. Смерть неизбежна. Ölüm qaçılmazdır Страх ваш единственный выход. və qorxu sizin yeganə çıxış yolunuzdur. Поэтому вы мои рабы. Ona görə də nəticədə siz mənim köləmsiniz. Что-то есть в этом странное или необычное или неестественное? Нет, все как бы Burada логично. Nəsə qəribə, yəni qeyri-təbii bir şey varmı? Yoxdur. Hər şey məntiqə uyğundur. И Библия говорит о людях, которые через всю жизнь подвержены рабству из-за страха смерти. Bibliyada bütün ömürləri boyunca ölüm qarşısında qorxuya görə köləliyə məhkum olmuş şəxslər barəsində danışır. Так и написано. Və belə də yazılır. Через всю жизнь Bütün həyatları boyunca они находятся в страхе, onlar qorxu içində yaşayırlar. в рабстве перед страхом смерти. Ölüm qorxusu qarşısında bir kölə kimi yaşayırlar. И я хочу прочитать один из моих любимых отрывков, послание к евреям, 2 глава. Sevimli parçalarımdan biri olan İbranilərə 2-ci fəsildən oxumaq istəyirəm. С 14 по 18 стихи. 14-dən 18-ci bəndlərə Мы kimi. будем читать по стиху. Bənd oxuyacağam. А так как дети имеют плоть и кровь, то он сам получил физическое тело, чтобы своей смертью лишить силы того, кому принадлежит власть над смертью, то есть дьявола. Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi özü ölüm vasitəsilə təsirsiz hala gətirsin. И вот это стих. «И освободи тех, кто всю жизнь находился в рабстве у страха перед смертью». Bax, həmən o bənd və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. Ведь не ангелам он помогает, а потомкам Авраама. Şübhəsiz o mələklərə deyil, İbrahimin nəslinə yardım edər. Для этого Христу надо было во всем стать таким, как его братья, чтобы быть милосердным и верным в служении Богу, первосвященником, для умилостивления за грехи народа. Buna görə də o, yəni Məsih İsa hər cəhətdən qardaşlarına bənzər olmalı idi. Belə ki, Allaha xidmətində mərhəmətli və sadiq baş kahin olub, xalqının günahları üçün kəffarə edə bilsin. И последний стих. Он сам страдал, перенося искушения, и может теперь помочь тем, кто встречает искушение в жизни. Və sonuncu bənd, çünki o özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkinənlərə kömək edə bilər. Страх использует смерть как топливо, как бензин. Deməli, qorxu ölümdən bir yanacaq növü kimi istifadə Да, edir. то есть страх, видимый страх, это машина. Deməli, qorxu, yəni görünən şəkildə bir avtomobil, maşın kimidir. Чтобы машина двигалась
нужно топливо, нужно горючее. və bu maşının da hərəkətə gəlməsindən ötəri yanacaq lazımdır. И эта машина, то есть страх, использует смерть. Və bu qorxu adlanan həmin o maşın ölümdən istifadə eləyir. А дальше страх порождает рабство. Və nəticədə həmin o qorxu bir köləlik gətirir. Когда мы боимся, мы делаем очень странные вещи. Və biz qorxanda çox qəribə hərəkətlər edirik. Страх очень часто нерационален. Və qorxu tez-tez qeyri-rasional olur. Помните, всего 5 лет назад, 6 лет назад, в пандемию 2020 года, как все боялись? 5-6 il bundan qabaq pandemiya yadınızdadırmı ki, hər kəs necə qorxurdu? Сейчас давайте вспомним некоторые смешные, глупые, нерациональные вещи, которые люди делали. Və gəlin indi insanların etdiyi qəribə, Потому что gülməli боялись. hərəkətləri yada salaq. Вспоминаете? Yadınızdadırmı? То, что сразу исчезло с супермаркетов всех, особенно западных Yəni городов, qərb rayonlarında, şəhərlərində marketlərdən dərhal yox olan şey nə idi? там кто-то знает, Kimsə orada bilir, gülür. туалетная бумага, Tualet kağızı даже не idi. спирт, номер один, дефицит, не было туалетной бумаги. Yəni bütün marketlərdə dərhal yoxa çıxan Оказывается, şey это самое tualet важное. kağızı idi. Sən demə bu ən vacib olan То есть, şey idi. если наступит конец света, Yəni ki, əgər dünyanın axırı birdən мы знаем, gəlsə что нас spасет, как человечество. və biz bəşəriyyət kimi bizi nə xilas edəcəyini bilirik. Нужно закупаться. Yəni almaq, alış-veriş eləmək lazımdır. Для тех, кто играет на фондовой бирже, вы знаете, чьи акции нужно покупать. Və fond birjalarında oynayan kəslər bilirlər ki, kimin aksiyalarını almaq Страх lazımdır. заставляет людей совершать глупости. Qorxu insanları axmaq hərəkətlər eləməyə vadar edir. Аристотель сказал очень простую, но очень понятную мысль. Он сказал, Aristotel çox sadə, amma çox aydın belə bir fikir demişdi. рабство – это жизнь не по своему выбору. Köləlik bu öz iradənə əks bir həyatdır. То есть вы хотите жить, но не так живете, как вы хотите, вы в Yəni ki, рабстве. köləlikdə siz yaşamaq istəyirsiniz, amma istədiyiniz kimi yaşamırsınız. Так вот, тот стих, который мы прочитали в самом начале, Ən başlanğıcda oxuduğumuz bənd говорит нам о том, как Иисус победил страх. И не просто победил страх, а как и почему. və bu bənd bizə İsa Məsihin yalnız ölümə qorxuya qalib gəlməsindən yox, necə və niyə görə qalib Он gəlməsindən говорит о danışır. нас, о детях Божьих, так как мы имеем плоть и кровь, то есть физическое тело, Burada yazı bizim barəmizdə danışır ki, biz övladlar kimi necə ki ətimiz və qanımız var, то Он сам получил физическое тело, İsa Məsih də bizi kimi həmən o fiziki bədənə malik oldu. чтобы своей смертью лишить силу того, кто имеет власть над смертью. Ki öz qüdrəti ilə ölüm üzərində qələbə çalsan. То есть Иисус добавил к своей божественной природе человеческую природу. Yəni ki, İsa Məsih öz ilahi təbiətinə insan təbiətini əlavə etdi. Мы знаем, что Иисус – это вторая личность триединства Бога, Biz bilirik ki, Tanrının üçlüyündə İsa Məsih ikinci şəxsdir и Он не может умереть. və o ölə bilməz. Он бессмертен, O ölümsüzdür, Он вечен. əbədidir. Но чтобы умереть, Amma ölməkdən ötəri, для того, чтобы победить смерть, ölümə qalib gəlməkdən ötəri, Он должен был взять то, что у нас. o bizdə olanı, bizdə olandan götürməli Вот idi. почему Он взял физическое тело. Он пришел как человек. Buna görə də o fiziki bədən aldı və bir insan kimi yer üzünə gəldi Для того, чтобы умереть как человек. ki, insan kimi ölə bilsin. И таким образом Иисус лишил дьявола его самого смертоносного оружия. Və buna görə də İsa Məsih iblisin ən belə öldürücü silahından onu məhrum etdi. Дьявол думал, что ну все, теперь-то он знает. Və iblis düşünürdü ki, o artıq hər şeyi bilir. Потому что на азербайджанском языке есть очень хорошая Azərbaycanca çox пословица, что yaxşı есть решение на все, кроме смерти. yaxşı bir atalar sözü var ki, ölümdən başqa hər şeyin çarəsi var. Да? Все слышали? Eşidirsiniz? Так вот, у Иисуса есть решение на смерть тоже. İsa Məsihdə ölümün də çarəsi var. Он украл смерть у дьявоla.
İsa Məsih iblisdən o ölümü oğurladı. Дьявол что сделал? Он украл жизнь у Адама, İblis nə etmişdi? O Adəmin həyatını oğurlamışdı. напугав смертью. Ölümlə qorxudaraq bunu etmişdi. Иисус украл смерть у дьявола İsa Məsih isə iblisdən ölümü oğurladı и этим самым обезоружил его. və bununla da iblisi tərk-silah etdi. Библия говорит о том, что он зашел в самое сердце человеческой слабости. Və Bibliya deyir ki, o insanlığın ən ürəyinin ən dərinliyinə girmişdi. Самое наше уязвимое, самое наше слабое место. Ən belə zəif yerimizə daxil olmuşdu. И там он забрал, украл страх смерти у дьявола и сделал его абсолютно неспособным. Həmən o yerdə, o dərinlikdə iblisdən o ölümü, o qorxunun silahını oğurladı və bununla da iblisi tərk-silah etdi. Первый раз фильм «Иисус» я смотрел, наверное, лет в 16. İsa Məsihin filminə birinci dəfə mən bəlkə də 16 yaşımda baxmışam. Или 15. И мне все время хотелось, даже второй, третий раз, что вот сейчас кто-то придет и спасет Иисуса с креста. Или Бог молнией пошлет и поразит всех этих римлян и других людей. Hər dəfə baxanda belə bir his var idi ki, indi kimsə gəlib İsa Məsihi çarmıxdan xilas edəcək və ya Allah indi ildırım göndərəcək, o orada olan Romalı əskərləri məhv edəcək. Но Иисус победил дьявола не тем, что он избежал смерти. Amma İsa Məsih iblisə ölümdən qaçmaq vasitəsilə qalib gəlmədi. Он отнял у него смерть. Lakin ölümü ondan aldı. Наказал его, эту смерть на своем теле, чтобы dать нам жизнь. Və bu ölümü öz bədəni ilə cəzalandıraraq bizə həyat verdi. И как 15 стих говорит, что освободить тех, которые через всю жизнь находились в рабстве, Və у 15-ci страха bənddə перед смертью. deyildiyi kimi ölüm qorxusunda olanları, ömrü boyu əsarətdə olanların hamısını azad etdi. Мы прочитали 2 стиха, и последние 2 стиха о том, это переход от того, что сделал Иисус, к тому, почему Он это сделал. Və biz 2 bəndə oxuduq və növbəti 2 bənd İsa Məsihin nəyi etməyi və nə üçün etməsi barəsindədir. Чтобы dать нам утешение и помощь в искушениях, болезнях, в страданиях. Ki nəticədə bizə xəstəliklərdə, çətinliklərdə bizə mərhəmət versin. В 17 стихе говорится, что поэтому Христу нужно было во всем стать как братья и сестры Его, то есть мы. 17-ci bənddə deyilir ki, bax bunları etməkdən ötəri İsa Məsih bizim kimi, bacı qardaşlar kimi olmalı idi. Слово «во всем» означает, что не почти как мы. Və burada deyilən hər cəhətdən sözü o demək deyil ki, necəsə bizi kimi Не понарошку. deyil. Помните детское слово? Yəni necəsə bizə bənzər, bizə oxşar deyil. Он во всем стал как человек. Amma yazılıbdır ki, hər cəhətdən insan kimi oldu. Чтобы что? Ki nəticədə nə etsən? Правильно. Чтобы быть, 2 слова очень важных. Милосердным и верным первосвященником. Və burada 2 sözdən istifadə olunur ki, nəticədə həm mərhəmətli, həm də kəffarə edə bilsin, satın alsın. Это важные 2 слова. vacib söz. Милосердным, потому что он знает слабость изнутри. Mərhəmətli, yəni rəhimli ona görə ki, o bizim daxildən olan zəifliyimizi bilər. У него есть милость к нам. Onun bizə qarşı mərhəməti var. Верным, потому что под давлением он никогда не упал, не согрешил. Və həmçində sadiq olsun ona görə ki, təzyiqlər altında İsa Məsih heç zaman yıxılmadı. Это не то, что вот Иисус такой идеальный, а я нет. Və bu o demək deyil ki, bax İsa Məsih necə də idealdır, mənsə zəifəm. Он же сделал это для меня, вместо меня. Amma İsa Məsih bunu mənim əvəzimə, mənə görə etdi. И я это он. Və mən oyam. Так Библия говорит. Bibliya belə deyir. Да? Написано, что он стал грехом. Он не стал как грех или грешным. Он стал грехом и проклятием. Yazıda yazılıbdır ki, o günah və lənət oldu. Проклят каждый висящий на дереве. Və yazılıbdır ki, ağacdan asılan hər kəs lənətlidir. Чтобы мы стали праведностью Бога. Nəticədə biz Tanrının salihliyinə çevrilə Вот bilərik. почему Бог не вменяет нам грех. Və buna görə də Tanrı bizə günahı saymır. Потому что Он на какое-то время должен был отвернуться от Иисуса, который стал мною. Çünki Tanrı
bir müddətliyə, bir zamanlıq İsa Məsihdən dönməli idi. Çünki o günaha В çevrildi. физическом теле Иисус, наказав грех и смерть, произошел обмен. Он дал мне свою природу. Və fiziki bədənində günahı və ölümü cəzalandıran İsa Məsihdə bir mübadilə baş verdi. Поэтому Он сам страдал, перенося искушения, говорится в 18 стихе. Və 18-ci bənddə deyilir ki, özü sınağa çəkilərək əzablara dözdü И может нам помогать. və nəticədə də bizə kömək Он edə не bilər. помогает нам издалека, Он не помогает нам откуда-то, не дает советы с небес. Və Tanrı bizə hardasa uzaqdan kömək eləmir və ya göylərdən məsləhət vermir. Он помогает тем, кто испытал голод, болезни, отвержение, страдания. Və o aclığı, inkarı yaşayan kəslərə kömək edir. То есть Он вошел в наше состояние, чтобы встретиться с нами в этом самом-самом слабом нашем падшем состоянии. Yəni ki, o bizim vəziyyətimizə girdi ki, həmən o ən çətin, ən zəif vəziyyətimizdə bizə kömək И edə вот в этом bilsin. зале суда, в нашем самом слабом состоянии, Он упразднил страх. Və bu həmən məhkəmə zalında ən çətin, ən zəif vəziyyətimizdə günahı tərk islah etdi. То есть сила угрозы исчезла. Və yəni həmən o təhdidlərin gücü artıq itdi. Угроза все еще там, физическая смерть все еще там, Yəni təhdidlər hələ də qalır, fiziki ölüm hələ də qalır. но ее сила, это Ama топливо, оно исчезло. O qüdrəti, o gücü, o yanacağı artıq yoxdur. Да? Так как смерть побеждена, страх уже не может править. Və artıq günaha qalib gəlindiyinə görə artıq qorxu bizi idarə edə bilməz. Он не говорит, что это пустяки через то, что ты проходишь. Və o deyir ki, sənin keçdiyin şeylər boş şeylərdir. Он не говорит, да, я понимаю, я помню, как 2000 лет назад это было. Demir ki, bilirəm, yadımdadır 2000 il bundan qabaq bu şeylər baş verib. Он говорит, я знаю, через что вы сейчас проходите. Amma Tanrı İsa Məsih deyir ki, mən bilirəm ki, bax elə indi siz Потому что Он nələrdən всегда keçirsiniz. живой и ходатайствует перед Богом за нас. Və çünki o indi də yaşayır və Tanrı qarşısında bizə görə vəsatət edir Он с нами отождествляется. və bizimlə eyniləşir. Такой доктор и американский химик, ученый в области нанотехнологий Belə bir Джеймс Тур, belə bir doktor var idi, kimya elmləri üzrə. Adı James Tour idi. да, и сейчас он есть, Да, он не рассказывает давар, да. историю о том, как его дом был рядом с онкологической больницей. Və o danışırdı ki, onun evi onkoloji xəstəxananın yanındaydı. И к ним часто приходили и оставались родители детей, которые проходили лечение и Və реабилитацию. tez-tez uşaqları müalicədən keçən valideynlər onun yanına gəlirdilər, onun evində qalırdılar. И иногда эти родители, они просто брили голову, потому что детишки теряли волосы во время лечения. Və bəzən valideynlər müayinə vaxtı uşaqları saçlarını itirdiyinə görə valideynlər də başlarını keçəl qırxırdılar. Чтобы с детьми отождествиться и сказать, что ты не один, я с тобой, я такой же, как ты. Nəticədə övladları ilə eyniləşərək elə bil ki, onlara demək istəyirdilər ki, siz tək deyilsiniz, biz sizinlənik. И мы возвращаемся в завершении к самому первому стиху, Və biz sonda ən birinci bəndə qayıdırıq что Иисус сделал то же самое. ki, İsa Məsih də eyni şeyi etdi. Так как дети Его, мы imеем плоть и кровь, Он взял то же самое. Ki, övladlar kimi, necə ki, biz də ətdən və qandan yaradılmışıq, İsa Məsih özü də bu təbiətə şərik oldu. Чтобы, во-первых, украсть смерть у дьявола и лишить его силы. Birincisi olaraq iblisdən o ölümü oğurlasın və onu bu qüdrətdən, bu gücdən məhrum etsin. И быть с нами на той же самой волне, на той же самой скамейке. Və bizimlə nəticədə eyni dalğada olsun, eyni yerdə olsun. Аминь. Amin. Дорогой Господь, Əziz Rəbbimiz, освежи наши мысли, освежи нашу веру этими словами из Писания. bu yazıdan olan sözlərlə, fikirlərlə bizim düşüncələrimizi yenilə, təravətləndir. Мы благодарим и принимаем все, что Ты сделал для нас. Biz minnətdarıq və bizim üçün etdiyin hər bir şeyi səndən qəbul edirik. Спасибо, что
смерти больше нет. Minnətdarıq ki, artıq ölüm yoxdur. Но мы перешли из этой жизни в твою вечную жизнь. Biz bu həyatdan sənin əbədi həyatına И keçmişik уже сейчас мы живем в твоем вечном плане. və artıq biz sənin əbədi planında yaşayırıq. Спасибо за то, что мы в твоей руке. Minnətdarıq ki, biz sənin И əllərindəyik никто, даже мы сами, не можем похитить или же потерять себя из твоей руки. və nə biz, nə də heç kim özümüzü, bizi sənin əllərindən oğurlayıb və itirə bilmərik. Аминь. Amin.